Tariyel müəllim, Azərbaycana xoş gəlmisiniz. Teşekkür ederim. Çok sağ olun. Gəlişinizdə mən eşitdim ki, Azərbaycanın bir çox bölgələrini gəzəsiniz, o cümlədən Qarabağı ziyarət eləyəsiniz. Bu səfər proqramınıza nə daxildir? Hansı hadisələr, belə görüşlər, gəzintilər, bu barədə bir danışaq. Sonra keçək başqa imkan olsa, başqa suallarımıza. Olar mı? Böyük məmnuniyyətlə deməli, Azərbaycana gəlişim həmişə mənim üçün böyük səadətdir, xoşbəxtlikdir. Vətənə gəlirəm və Bakıya gəlirəm, dəyişmiş Bakıya, tamamilə yeniləşmiş Bakıya, New Yorklaşmış Bakıya. Mənim üçün çox qəribə gəlir indi, çox yerləri daha tanımıram. O qədər gözəlləşib, o qədər dəyişib. Dünən Azər müəllimlə, qardaşım oğlu Azər bəylə biz Sumqayıta getmişdik. Sumqayıtın o bulvar boyu tikililəri Peterburqa andırır adama. Peterburq binalarını, Moskva binalarını görkəmli əsərlər yaradıblar. Memarlar, inşaatçılar. Bu mənada Azərbaycana gəlmək əlbəttə mənim üçün böyük səadətdir, böyük xoşbəxtlikdir. Doğmalarımı görürəm, əzizlərimi görürəm və dostlarımı görürəm. İndi gəlməkdə məqsəd əlbəttə təqribən bir ay buradayam. İstəyirəm əraziləri azad olunmuş torpaqlara gedim. Həmişəlik, həmişəlik necə elə arzum olub. Biz elə mən elə bura gedəndən sonra, Azərbaycandan gedəndən sonra Şuşa əsərat altına düşmüşdü və Şuşanı görmək istəyirəm, Xankəndini görmək istəyirəm, Qarabağ, Ağdamı böyük məmnuniyyətlə gəzərdim. Biraz da məndə problem var, istərdim Naftalanda o resort spa, orada naftalanma rica alım, bəlkə kömək elədi. Sonra yenə qayıdacağım Bakıya və böyük məmnuniyyətlə mən Azərbaycan vətəndaşlarını, Azərbaycan ziyalılarını, Azərbaycan elmi ictimaiyyətini gördüyüm son illərdə 35 ildir gördüyüm işləri onlara kəşf də demək olar. Şumerlərin türk olması, son bir ildə çalışdığım sahə, Etruskların türk olması faktını millətə çatdırmaq istərdim. Sizin köməkliyinizlə, televizorların köməkliyinlə, dostların köməkliyinlə, akademik professorlar, dostların köməklə çatdırmaq niyyətindəyim. Əgər bu proqramlar təşkil olunsa çox sevinərdim. Tariyel müəllim, sizin Facebook, yəni sosial platformanızda maraqlı şərhlərinizlə həmişə rast gəlirəm. Orada sizin bir arzuya da rast gəlirəm hər dəfə. Sizin Qərbi Azərbaycanda doğma ata yurdunuzda bir kənd var. O kəndə getmək. Kənd sadəcə olaraq qəlbimizin həsrətidir. Nüvədi, doğulduğum kənddir, Arazın sahilində. Əfsus ki, indi azad olunmuş torpaqlar lap sərhəddə dayanıb, Nüvədi sərhəddinə dayanıb. Bircə addım cürət, cəsarət lazımdır ki, o kəndə gedək bir daha atamızın məzarını ziyarət eləyək, heç olmazsa məzarı qalmır, düzü 4 metrlik. O zaman məzar tikmişdik, abidət etmişdi onun məzarı üstündə. O yoxdur, amma heç olmazsa sümüklər oradadır, ruhu oradadır. Orada bizim doğmalarımız, əzizlərimiz, babalarımız, nənələrimiz yaşayır. Torpağın, əgər əcdad harada yaşayırsa, sənin torpağın, sənin vətənin oradır. Ora böyük məmnuniyyətlə getmək istərdim və ümid edirəm ki, heç olmazsa mənim sağlığımda da ora gedə biləcəyim. Tariyel müəllim, keçən il Azərbaycan Milli Elmlər Akademiyasının böyük akt zalında sizin 80 illik yubileyinizə və elmi fəaliyyətinizə həsr olunmuş bir tədbir oldu. Və o tədbir doğrudan da xarici ölkələrdə mən də iştirak edirdim və xarici ölkələrdən elm adamları iştirak edirdilər, virtual qoşuldular, çıxış etdilər. Sizin elmi yaradıcılığınıza heyranlığı gördüm orada. Azərbaycan, belə deyək, elmində, ümumiyyətlə dünya elmində belə götürək, sizin məşğul olduğunuz, yəni araşdırma apardığınız sahə qeyri-adidir. Azərbaycan Elmlər Akademiyasında bununla bağlı mən düşünürəm ki, bir elmi mərkəz yaradılmalıdır. Yəni türkçülüklə bağlı olan bir məsələdir. Bizim qədimliyimizlə, gen yaddaşımızla bağlı.
Bu barədə bir təklif almamısınız? Ya özünüzdən bir təşəbbüs yoxdurmu? Yox, mən təşəbbüs göstərməmişəm, amma mənim dostlarım var, professor dostlarım var. Xüsusilə Dilçilik İnstitutunun professoru Asif Rüstəmli böyük məmnuniyyətlə bu işdə kömək eləmək istəyir mənə və o elə dediyiniz o tədbirdə də Asif müəllimin böyük rolu olub. Bunun aparıcısı olub o şeyin tədbirin. Həmin tədbirin aparıcısı Asif müəllim olub və bütün bu işlərdə 95% ağır yükü Asif müəllim öz boyuna götürmüşdür və çox şadam ki, Azərbaycanda da mənim o indiyə kimi deyək ki, reaksiya verilməyən o işlərimə elmi səviyyədə qiymət verirlər, dəyər verirlər və inanıram ki, əvvəl-axır bu həqiqət üzə çıxmalıdır, təsdiq olunmalıdır və millət bilməlidir ki, bizim kökümüz 12-ci əsrdən deyil, 6000 illik bundan qabaq mixi yazılardan başlayır, Babildən başlayır və son bir ildə apardığım tədqiqatlara görə isə bizim o biri əqrabalarımız olub, qohumlarımız olub, onlar bizim əcdadlarımız olmasa da, amma türk olublar. Onlara Etrus deyirlər, onlar İtaliyada yaşayıblar. 3000 il bundan qabaq və 2000 il bundan qabaq da Roma imperiyasının perspektivi ilə, inkişafı ilə əlaqədar olaraq onlar məhv olublar, hayıfkir. Amma onlardan çoxlu artefaktlar qalıb, indi onların açırım və sübut olunur ki, tamamilə türk dilli xalq olub, özdə türk dilinin Oğuz ləhcəsində, Azərbaycan ləhcəsində danışıblar və bu sahədə də apardığım işlər son 6 ayda bir 8 məqalə çap elətdirmişəm, 2 konferansda çıxış eləmişəm, materiallarım da orada çıxıb New Yorkda və New Yorkda da böyük bir akademik nəşriyyat mənim 1000 səhifəlik kitabımı qəbul eləyib, öz hesabına çap edəcək və bundan sonra hesab edirəm ki, o kitab çap olunsa iyul, təqribən avqust aylarında və o bomba təsiri bağışlamalıdır. Çox gözəl. İndiyə kimi, üzr istəyirəm, 500 ildir axtarılır, Etruslar hansı dildə danışıblar? Onda biləcəklər ki, Etruslar türk dilində danışıblar, təmiz türkçə danışıblar. Çox gözəl. Bu Azərbaycan tarixinə, mədəniyyətinə, elminə böyük bir töhfədir. Tarihin müəllim, sizin elə bəyə xatırladığımız keçən ilki yubiley tədbirinizi, yəni həm də sizin elmi yaradıcılığınızın bir hesabatı demək olardı. Orada moderator bizim çox dəyərli ziyalımız professor Asif Rüstəmli idi, bəyə adını çəkdiniz. Xüsusi olaraq elə təsadüf elə gətirib ki, indi bizimlə həm söhbətdə Asif müəllim özü də iştirak edir. Yəqin ki, bu təəssüratın Tarihin müəllimin gəlişi ilə bağlı əlaqələndirib Asif müəllim də deyə bilər. Çox təşəkkür edirəm. Tarihin müəllim Azərbaycan xalqının mənəvi sərvətidir, çox dəyərli ziyalısıdır və ilk dəfə 90-cı illərin sonlarına yaxın Nizaməttin Ədəbiyyat İnstitutunun professoru, direktor Yaşar Qarayevin dəvəti ilə Ədəbiyyat İnstitutuna gəlmişdi və ilk dəfə mən Tarihin müəllimi orada gördüm və Ədəbiyyat İnstitutunun alimləri qarşısında son dərəcə zəngin faktlara əsaslanan çox dolğun bir çıxış etdi və mənim əbədi olaraq yaddaşıma həkk olundu Tarihin müəllim. Biz belə deyək, Ədəbiyyat İnstitutunun əməkdaşları tez-tez müxtəlif məclislərdə, tədbirlərdə, konferanslarda oluruq. Çox insanlar dinləyirik, hamısı yadda qalmır. Ancaq çox qəribədir ki, həm elmi araşdırmaları, həm tapıntıları, həm kəşfləri ilə bağlı hesab edirəm ki, o məclisdə kim iştirak edirsə, hamının yaddaşına həkk olundu Tarihin müəllim. Onu da vurğuluyum ki, uzun illər mən Mədəniyyət və İncəsənət Universitetində müxtəlif fənlərdən dərs deyirdim və həmişə tələbələrimə həm Tarihin müəllimin tədqiqatlarından, onun uğurlarından və Amerikada çap elətdirdiyi kitablar barədə məlumatlar verirdim və həmişə tələbələr tərəfindən çox böyük həm maraqla, həm də heyrətlə qarşılanırdı Tarihin müəllim haqqında informasiyalar. Və nə xoşbəxt ki, Tarihin müəllimi bu günləri vətəndədir, deməli Azərbaycandadır. Qalacağı bir neçə gündə çox zəngin
baxırıq ki, proqramı var. Keçən il onun haqqında keçirilən tədbirlə bağlı onu deyim ki, çox doğru vurğuladınız. Siz də həmin tədbirdə iştirak edirdiniz. Həmin tədbir birbaşa onlayn xətti ilə, eyni zamanda internet üzərindən birbaşa Tariyel müəllimlə birləşdirildi və Tariyel müəllim son dərəcə səviyyəli, güclü, ondan sonra elmi faktlarla zəngin olan çıxış elədi. Və o çıxışı baxmayaraq ki, Amerikada idi, hər an, hər vaxt gəlmək imkanları məhduddur. O çıxış oradakı bizim akademiyanın o aşıb daşan zalında çox məmnunluqla dinlənildi, suallar verildi və çıxışlarda da biz gördük ki, Tariyel müəllimin axtarışlarına, tədqiqatlarına çox ciddi maraq var. Mən onu da xüsusi vurğulamaq istəyirəm ki, Tariyel müəllimin həm adı, həm şöhrəti, həm onun tədqiq etdiyi sahə artıq çoxdan nəinki Azərbaycanı, mən deyərdim ki, Türk dünyasının sərhədlərini çoxdan aşıb. Və onun tədqiqatları bu günləri İngilis dilində, Rus dilində, təbii ki, Azərbaycan dilində, öz doğma ana dilində çap olunur, yayılır və həmin tədbirdə də Orta Asiya respublikalarından gələnlər var idi, iştirak etdilər. Hətta baxmayaraq ki, onun özü Amerikada idi, deməli ona özbəklər bir manto hədiyyə də bağışladılar. Bu günlərdə hələ ilk görüşümüzdür gələndən bəri. O manto İlk dəfə burada geyəsiniz, elə mi? İlk dəfə, bəli, tədbirdə təqdim olunacaq rəsmi şəkildə. Həm manto deməli təqdim olunacaq. Tariyel müəllimin yaradıcılığı qədim olduğu qədər də deyərdim ki, çox şaxəlidir. Tariyel müəllim yalnız belə deyək, Türkün dilini, yalnız Türkün tarixini, ədəbiyyatını tədqiq etmir, həm də onun musiqisini tədqiq edir. Elə keçən il yeni çıxmış bir kitabı hansı məkandan, hansı zamandan başlanır Muğam adlı kitabı təqdim olundu. O kitabda gil kitabələr üzərində və yaxud mis üzərində, müxtəlif materiallar üzərində çəkilmiş şəklin elə bir musiqi səsini, dilini eşidib, duyub o elmi tədqiqat işinə yazmışdı. O əsər hesab eləyirəm ki, nəinki Azərbaycan ədəbiyyatının, sənətşünaslığının, eyni zamanda Azərbaycan elminin qiymətli kitablarından biridir. Bilirsiniz, burada söhbət 1000 ildən, 2000 ildən getmir. Burada söhbət 5000 il, 8000 il ondan əvvəlin sirlərinin açılışından gedir. Elə bir Allah Taala'nın, ilahinin verdiyi elə bir qüdrət Tariyel müəllimdə var ki, o bugün bizə şəkil kimi görünən cizgilərin hikmətini açır. Mənasını dilləndirir onları. Bəli, canlandırır və bunlar təxəyyülün məhsulu deyil. Bunlar eyni zamanda uzun illərdən bəri apardığı tədqiqatların elmi mənbə və qaynaqlara, məxəzlərə söykənən faktların əsasında irəli yürüdülmüş elmi mülahizələrdir. Bu baxımdan belə deyək ki, Türkiyə kimidir bizim xalq üçün, millət üçün Tariyel müəllim və gəlişinə çox sevindik. Bu günləri deməli görüşdük, söhbət elədik, fikir mübadiləsi olundu. Təbii ki, bunlarla doymaq mümkün deyil. Tariyel müəllimə elmi axtarışlarında, tədqiqatlarında uğurlar arzulayıram. Və möhkəm can sağlığı Allah qismət eləsin. Sağ olun. Tariyel müəllim, bu eksklüziv bir müsahibə və söhbət oldu. Növbəti söhbətlərimizdə, reportajlarımızda daha ətraflı sizinlə söhbətimiz olacaq. Son olaraq bugünkü, yəni görüşümüzə, söhbətimizə bir sonluq nə verərdiniz? Sizə təşəkkür edirəm Mərzili bəy, siz həmişə mənim işlərimə diqqət yetirirsiniz, Asif müəllim kimi. Bu mənada mən çox xoşbəxtəm ki, sizin səviyyənizdə, sizin şəxsinizdə mətbuat orqanı var və
Hatta siz mən demeden, siz indi birinci dəfədir, ikinci dəfə daha doğrusu sizinlə mən görüşürəm. Amma buna baxmayaraq siz hətta Facebookda mənim çap elədiyim əsas mənim mənbəm, yazı mənbəyim Facebookdur. Ona görə də Azərbaycanda məni çox tanıyanlar çoxdur. Və siz oradan mənsiz belə öz sevdiyiniz materialları götürüb çap edirsiniz. Etrus'tan ettiğim tercümeleri, Şumer'den ettiğim tercümeleri. Ona göre son olarak size teşekkür ederim ki siz hemşe dikkate şayansınız. Siz var olun ki, siz yaradıcı bulak gibi kaynayın ki biz de kenardan sizden gıdalanır. Sağ olun, can sağ olun. Teşekkür size.